Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycanda ictimai nəqliyyatdan istifadə edən azyaşlılar və tələbələr üçün gediş haqqının yarısının, yəni 25 qəpik müəyyən edilməsi barədə təkliflərə münasibət bildirib. Bölgə TV xəbər verir ki, sədr müavini Arzuxan Əlizadə açıqlamasında bu barədə danışıb. O deyib ki, Azərbaycanda 5 yaşadək uşaqlar üçün ictimai nəqliyyatdan istifadə pulsuzdur. 5 yaşadək məktəbə qədər hazırlığa və məktəbə gedən uşaqlar, eləcə də tələbələr üçün əlavə güzəştlər nəzərdə tutulması olduqca məqsədə müvafiq olar. Bu beynəlxalq təcrübədə də var. Dünya təcrübəsində belədir ki, həm məktəb yaşlı uşaqlar, həm də tələbələr üçün nəqliyyat istifadə məqsədi ilə aylıq və illik güzəştli şərtlərlə abonementlər verilir. Bu abonementlər onların avtobuslardan, eləcə də metrodan istifadə etmələrinə şərait yaradır. Bu qaydanın ölkəmizdə tətbiqi olduqca müsbət qarşılanar, ailələrin büdcəsinə əlavə yardım olar. Tələbələr də büdcələrinə qənaət etmiş olarlar. Uşaqların və tələbələrin ictimai nəqliyyatdan istifadə etmələri üçün əlavə stimul yaranar ki, bu da təqdirə layiqdir. Hesab edirəm, Azərbaycanda da eyni təcrübədən istifadə edilməlidir və qarşıdakı dönəmdə istifadə ediləcək. Bununla bağlı təkliflər müqabilində bizdə də tətbiq olunması istisna edilmir, deputat deyib. Rəna Rövşənqızı, BTV.